Şəhərin ən gözəl yerlərindən biri İzmir küçəsi və gördüyünüz kimi İzmir parkının içində. Arxamda gördüyünüz premium yaşayış kompleksində İzmir Rezidence'də sizə geniş bir mənzil təqdim etmək istəyirəm. Mənzilin satışını həyata keçirmək üçün bax burada biz çəkiliş edirik. İndi daxil olacaq mənzilin, daha doğrusu binanın foyesi ilə tanış olaq, daha sonra keçək mənzilə. Əlbəttə ki, bura binanın ümumi giriş hissəsidir, foyesi. Gördüyünüz kimi premium bina olmağı elə ilk foyeden bilinir. Ümumilikdə 410 kvadrat metrlik geniş bir mənzil. Bu isə mənzilin dəhlizidir. Qeyd edeyim ki, mənzil 410 kvadrat metr 6 otaqdan ibarətdir və 2 mənzilin birləşməsindən alınır. Daxil olaq mənzilin qonaq otağına. Və bura mənzilin qonaq otağıdır. Qeyd edeyim ki, qonaq otağı təqribən 70 kvadrat metrə yaxın sahəni əhatə edir. Pəncərələri birbaşa İzmir parkına baxır. İndi isə daxil oluruq gördüyünüz kimi mənzilin mətbəxinə. Mətbəxdə belə bir mətbəx mebeli yığılıb, qarşısında bir ada. Qeyd edeyim, mətbəxin sahəsi təqribən 35-40 kvadrat metrə yaxındır və mətbəxin qarşısında eyvana çıxışı var. Qeyd edeyim ki, mənzilin təmiri yüksək keyfiyyətlidir. Təbii ki, belə bir premium binada burada zəif təmir ola bilməz. Mənzil bütünlükdə havalandırma sistemi, chiller sistemi ilə təchiz olunub. Bu dəhliz hissədə sağ tərəfimizdə geniş bir dolab var və camaşırxana otağı var. Sol tərəfimizdə isə yerləşir yataq otaqları. 5 yataq otağından ibarətdir. Burası isə növbəti sanitar qovşaqdır. Bu da mənzilin qonaqlar üçün nəzərdə tutulmuş sanitar qovşağıdır. Ümumilikdə 3 sanitar qovşaqdan ibarətdir. Yataq otaqlarının önündəki sanitar qovşaq. Burası isə geniş yataq otağı. Hansı ki, bu yataq otağının daxilində həm sanitar qovşağı, eyni zamanda qardirob otağı var. Və bu otaqla da tanış olduq. Nəhayət, növbəti yataq otağı ilə sizi tanış edeyim. Bura isə daha bir yataq otağıdır və eyni zamanda mən sizə qeyd edeyim ki, buranı əslində ikinci qonaq otağı kimi istifadə etmək olar. Çünki çox genişdir, təqribən 45-50 kvadrat metrə yaxında bu otağın sahəsi var. Pəncərələri yenə də baxır parka. Maraqlı bir mənzildir, 6 otaqdan ibarətdir. Bir daha qeyd edeyim, 410 kvadrat metr ümumi sahəyə malikdir. Maraqlanan şəxslər aşağıdakı əlaqə nömrəsinə zəng vura bilər.